Hörmətli izləyicilərim, yorumlarda yazıbsınız ki, çörək söhbətinə inanmırıq, Alikdən danış, Alikdən. O qədər bəyənməni Alikə görə yığıbsan. Bir Alikdən danışanda bir də çörək söhbətindən danışacağım. İstər bu söhbətə gülün, istər nağıl bilin, istər məni şizofrenik xəstə bilin, istər inanın, istər də heç inanmayın. Özüm ki bilirəm, bu nə yuxu deyil, nə psixi pozğunluqla əlaqədar söhbət deyil. Bu gün də yenə çörək söhbətindən danışacağım. Bana bildirilmişdi ki, uzun illərdən sonra məsələni açacaq, səni dünya tanıyacaq. Artıq 35 ildir hələ açılmayıb. Bir neçə il bundan əvvəl dedim, görüm bu çörək bana nəyə verilir, bana nə verəcək, bu məsələ niyə açılmır, bəlkə neçə adamın əlinə verib mundarlamışam, bəlkə bunu qüsurlamaq lazımdır, qüsur zat da bilmirəm. Yeri gəlmişkən deyirəm ki, dindən uzaq, heç anlayışı olmayan bir adamam. Namaz qılmamışam, oruç tutmamışam, heç qüsurdur, heç bunları da bilmirəm. Dedim, işə gedəndə xəstəxananın həyətində, krandın altında aparıb bunu qüsurlayaram. Qüsur öyrəndim, əzbəriyə getdim. Krandın yanına çatanda gördüm ki, krand gəlmir. Mat qaldım. Həyatımda, ömrümdə bu krandın dayandığını mən görməmişdim. Artizan böyük baka vurur, bakdan da barmaq yoğunluğunda bir kranddan su gəlir. Dedim, yəqin Allah Taala özü bunu dayandırdı ki, sən nə iş tutursan, haraya gətiribsən. Dedim də olmaz. Biraz aralanmışdım, gördüm xəstəxananın bağında böyük artizan gəlir. Dedim, Allah dayandırsın, elə bunu da dayandırar deyib, artizana yaxınlaşdım. Çörəyi ilə suyun altına tutub, ağzıma açacaqdım qüsura görə. Çörək kəpək oldu, getdi əlimdən. Zorla yarısını tuta bildim. İlahi, mən nə vəziyyətə düşdüm, ya Rəbbi, bircə kənardan çəkən olaydı. Heykəl oldum. Yandım, külüm çıxdı. Mən bunun şəklini sada niyə havası çəkib götürməmişdim. Bir müddətdən sonra özümə gəldim, ayağımı sürüyə simenə getdim. Qapıdan girəm, bəs nə olub, sana nə olub, heç dedim. Simen yoldaşlarım yığışandan sonra, onların da bu işdən heç kimin ümumiyyətcə xəbəri yox idi. Məsələni danışdım və bu xəmir qırıntısını stolun üstə bunların qabağına qoydum. Haqq hesabı da danışdım. Gətirdim, öydə bir dəsmala pişdim bunu, şvanelin içində tulladım. Hardasa bir ay olardı keçmişdi. Dedim, baxayım, görüm bu xəmir quruyub bu. Baxanda dəhşətə gəldim. Çörək yerindədir. 3 qırıntı da üstündədir. Ya Rəbbi, gözlərimə inanmadım. Bu nə məsələdir? Dondum, qaldım. Mən çörəkdə bax bu möcüzəni gördüm. Şoka düşdüm, nəinki şoka düşdüm. İndi sizlər deyin, bu yerdə mənim psixam pozulardı, yoxsa pozulmazdı. Hərdən Alikdən danışacağım, hərdən də bu çörəyin maraqlı əhvalatlarından danışacağım. Sağ olun, hələlik bu qədər.